Diabet xəstəliyinin damarlığa vurduğu ziyan birinci damar pozğunluğuyla başlayır. Damar pozğunluğu uzun müddət davam edərsə, buna da diabetik neuropatiya əlavə olunur. Diabetik neuropatiyanın əlavə olunmasına səbəb həmin yerdə qan dövranının pozulması, sinirin oksigenlə olan tələbatının azalmasına səbəb. Bu da diabetik pəncənin yaranmasının əsas səbəblərindən biri. Xəstələrdə əsasən ən çox trofik xoralar diabetik pəncənin təsiri nəticəsində əmələ gəlir. Belə ki, yük bədəndə ayağın hassas hissəsində düşürsə, həmin hissəsində giperkeratozlar əmələ gəlir. Həmin giperkeratozlar getdikcə qalınlaşır, qalınlaşmasına səbəbi isə karotinin vitamin A-ya keçə bilməməsindən mazollar əmələ gəlir. Həmin mazollar getdikcə qalınlaşır və trofik xoraya çörülməsinə səbəb olur. Həmin nahiyədə həm qan dövranı pozulmuş olur, həm sinir üzvləri pozulmuş olur. Bu da diabetik pəncənin əmələ gəlməsinin əsas faktorlarından biridir. Xəstələrin müalicəsində məsələn müəyyən çətinliklər olur. Çünki xəstələr bu fazaya çatmamışdan qabaq cərrahın, endokrinoloqun, nervpatoloqun, göz həkimin və ildə bir dəfə check-up müayinədən keçməlidir. Amma təəssüf olur ki, bizim xəstələr bu işlərdə heç bir reaksiya vermirlər. Xəstəliyin axırıncı dövründə, qanqrena dövründə gəlib həkimə müraciət edirlər.